Salam uşaqlar, ümidvaram hər biriniz yaxşısınız. Bugün sizlərə mövzu sınav 6-nın izahına baxacağıq. MHM 99 sınav kitabından. Vaxt keçmədən keçək sualların izahına. Birinci sual. Deməli, deyir, tamaşa zalında iştirakçılar hər cərgədə 7-7 və ya 8-8 otursalar, cərgədə bir yer boş qalar, zalda ən az neçə yer var? Deməli, biz zalda neçə yer varsa bilmirik də. Tutaq ki, x sayda yer var. Biz bunu 7-yə də böləndə, həmin o x sayda yeri 8-ə də böləndə natamam qismətdə neçə düşür? Düşsün. Onun bizə bir adiyyatı yoxdur. Qalıqda hər zaman nə qalmalıdır? 1. Niyə? Çünki deyir, bir yer boş qalır da, yəni çatmır. Qalıqda bir yer qalmalıdır. Deməli, onda mən 7 ilə 8-in nəyini tapmalıyam? Əkobunu. Bu tipli misallarda biz belə eləyirik. 7 və 8-in əkobunu tapırdıq. Biz də bilirik ki, ardıcıl ədədlər qarşılıqlı sadədir və qarşılıqlı sadə edilən əkobu onların hasilidir. 7 vur 8 olacaq 56. Deməli, əgər 56 yer olsa cəmi 7, 7, 8, 8 otursalar tam da olacaq. Çünki 56 7-yə də tam bölünür, 8-ə də. Amma deyir, bir yer boş qalsın. Ona görə də 56-nın üzərinə yenidən gələcəm 1. Bu da eləyəcək 57. Həqiqətən görərsiniz ki, 57-ni 8-ə də böləndə bir yer qalır. 7-yə də böləndə bir yer qalır. Onda deməli, bizim doğru cavabımız olacaq burada. Birinci sualda B variantı. Keçək ikinci sualımıza. Deyir ki, A fərq B 6-dır, B fərq A. Ən yaxşısı uşaqlar düsturu da var. Euler-Venn diaqramından da çəkə bilərsiniz. Mən şagirdlərə daha çox deyirəm ki, çalışın Euler-Venn diaqramından çəkin, çünki orada həlli görmək daha asandır. Deməli, kəsişməsi neçədir? 4. Hər zaman da çalışın birinci kəsişməsini yazın. Bura olsun A çoxluğu, bura olsun B çoxluğu. İndi deyir A fərq B, yəni A-nın B-də olmayanları bu hissə olacaq 6. B fərq A, B-nin A-da olmayanları da olacaq 9. Burada yazıram 9. Kəsişməsi 4. Bizə deyir birləşməsini tap. Uşaqlar yadınızda saxlayın, birləşmə burada olan hər üç hissənin cəmidir. Buranın, buranın və buranın. Birləşmə bizdə Euler-Venn diaqramını çəkəndə necə eləyirdik? Bütün Euler-Venn diaqramını rəngləyirdik də. Hər bir elementdən bir ədəd götürür. Ona görə bu hissəni və bu hissəni, hər üç hissəni cəmləməliyik. Onda olacaq 6 üstə gəlsin, 4 üstə gəlsin, 9. Bu da eləyəcək 19. Yəni ikinci sualda doğru cavab olacaq Y variantı və yaxud da düsturu da qeyd edeyim. Yaxşı yadıma düşdü. A birləşir B bərabərdir N A fərq B, üstə gəlsin N, B fərq A, bir də üstə gəlsin onların kəsişməsi. Yenə hər üçünü toplayırsınız, bizim cavabımız olur. Yəni ki, düsturu da bilərsiniz artıq, yaygın bir düsturdur. Üçüncü sual, iki kəsişən paralel düz xətt və üçüncü kəsən, paralel düz xətt və üçüncü kəsən düz xətt. Burada mən hansı qaydanı deyirəm şagirdlər? Uşaqlar, iti bucaqların hər biri bir-birinə bərabər olacaq. Burada nə qədər iti bucaq var, hamısı bir-birinə bərabər. Və nə qədər də kör bucaq var, onlarda bax qırmızı ilə çəkim. Onlar da ayrılıqda bir-birinə bərabər olacaq. Deməli, indi mən nə edirəm? Bizə nə verilib? Bir dənə kör bucaq verilib. Burada gördüyünüz kimi bir dənə də iti bucaq. Və bir iti və bir kör bucaq gördüksə, onların cəmi hər zaman 180 dərəcə eləyəcək. Onda yazıram 2x üstə gəlsin 20, bir də üstə gələk 2x çıxılsın 40, bərabərdir 180. İndi ola bilərsiniz, deyirsiniz ki, müəllim, bu yadımda qalmır. 2x plus 20 buradan yazıram. Burada da 2x çıxılsın 40 idi. Yox, bu iti bucaqdır. Şəkili biraz tərsinə çəkmişik. Bura 2x plus 20 olsun, burada olsun 2x minus 40. Yəni bu bucaqla bu bucaq qarşılıqlıdır. Burada olacaq 2x plus 20. Daxili bir tərəfli bucaqların cəmində 180 dərəcədir. Ümumiyyətlə, yadınızda saxlayın ən asan versiyası. Əgər iki paralel düz xəttdə üçüncü kəsən düz xətt varsa, bütün iti bucaqlar bir-birinə bərabər olacaq, bütün kör bucaqlar bir-birinə bərabər olacaq. Bir iti, bir kör verərsə, onların cəmi 180 olacaq. Buradan da hesablayanda olacaq 4x minus 20 bərabər 180-ə. Buradan olacaq 4x bərabər 20 keçsə işarəsi dəyişəcək, toplayacaq olacaq 200. 200 ilə 4-ə böləndə x bərabər olacaq 50 dərəcə. İndi bizdən də nəyi soruşur? X-i soruşurdu. 3-də də doğru cavabımız oldu. A variantı. Keçək 4-cü suala. Bu arada yenə qeyd edeyim, PDF Telegram kanalında olacaq. Oradan da girib, əldə edib işləyə bilərsiniz. 4-cü sual. Buradan yazıram 4. Deyir, C vurulsun D sıfırdan kiçikdir. Deməli, bunların biri müsbət, biri mənfidir.
Sonra c kvadratı vurulsun d böyükdür 0-dan. Biz elə buradan işləyəcəyik. Bir də c vurulsun n böyükdür 0-dan. İndi gəlin baxaq, işarələrini müəyyən eləməliyik. İndi burada biz hardan başlayacağıq? C vurulsun d. 0-dan kiçik. Mən burada nə bilim c müsbətdir, d mənfidir, yoxsa d mənfidir, c müsbətdir və s. bilə bilmərik də. Sadəcə versiyalarımız bunlar. Amma biz bilirik ki, mütləq biri müsbətdir, biri mənfi. Çünki hasili 0-dan kiçik. İndi gəlirəm bura. Burada c kvadratı nədir? Müsbətdir da. Üstənlər dedim, cüt dərəcəli kvadrat nə olur müsbət? C-nin özünü demirəm, ha, c kvadratını deyirəm. C-nin özünü mən bilmirəm nədir. Hər nə olur olsun, onun kvadratı varsa nə olacaq? Cüt dərəcədə. Hər zaman müsbət olacaq. Onda bunun üzərinə yazıram müsbət və bax kvadrat da dairəyə alırım. Birliyerlikdə müsbət. İndi bunu vurub deyək, bu müsbət idi da. İndi müsbəti nəyə vursaq? 0-dan böyük eləyər. Mənfiyə vursaq 0-dan kiçik eləyər da. Deməli müsbəti müsbətə vurarıq ki, müsbət eləyər. O da 0-dan böyük olur. Deməli d-nin işarəsi nə imiş? Müsbət imiş. Artıq bu d-nin özüdür. İndi burada da d müsbətsə, müsbəti nəyə vuraq ki, 0-dan kiçik mənfi eləsin? Deməli mənfiyə vurmalıyım da. Düzdür? C də oldu mənfi. İndi burada c olacaq mənfi. İndi mənfini nəyə vuraq ki, müsbət eləsin? Yəni 0-dan böyük olsun mənfiyə. Mənfi vuranda müsbət eləyir. Deməli m-in də işarəsi oldu mənfi. C oldu mənfi, D oldu müsbət, M oldu mənfi. Mənfi, müsbət, mənfi. Olacaq 4-də də doğru cavab C variantı. Sonra 5-də. Burada uşaqlar, onu da qeyd edeyim. Amma yox, qiymətlə olmaz. Hə, qiymətlə olmaz. 5-ci sual. Deyir, kəsrləri müqayisə edin. Bunların hər birinin arasında fərq neçədir? 3-dür da. Deməli, kəsirlərin sürət və məxrəcləri arasında fərq eyni olarsa, burada fərq nədir? 8-dən 3 çıxanda 5 qalır. Sonra B variantı 11-də 8-dir. 11-dən 8 çıxanda yenə fərq 3 qalır. C variantı 17-də 14. 17-dən 14 çıxanda nə qalır? Yenə 3 qalır. Yəni məxrəc və sürətləri arasındakı fərq eynidir. Yadınızda saxlayın, qaydanı deyirəm. Mən biləm demişəm bir dəfə də. Sürət və məxrəci arasında fərq eyni olan düzgün kəsirlərdə sürət və məxrəci böyük olan böyükdür. Böyük olan hansıdır? C-dir. Ən böyük olacaq C, sonra böyük olacaq B, o da böyük olacaq A-dan. Və yaxud da belə də yaza bilərik. A kiçikdir B, o da kiçikdir C. Yəni yerlərini tərsinə dəyişdiririk. Yenə deyirəm qaydanı, sürət və məxrəcləri arasında fərq eyni olan kəsirlərdə, düzgün kəsirlərdə sürət və məxrəci böyük olan böyükdür, kiçik olan kiçikdir. Yox, sürət və məxrəcləri arasında fərq eyni olan, amma düzgün olmayan kəsirlərdə sürət və məxrəci kiçik olan böyük olur. Yəni bunun tam tərsi olur. Ümid edirəm, yadda qalacaq. Burada sürət düzgün kəsirdir, fərqlər eynidir, deməli böyük olan böyük olacaq. Burada doğru cavab olacaq A kiçikdir B, o da kiçikdir C. Yəni 5-də doğru cavab olacaq Y variantı. Zaten sən burada misal daxilində bəzi uşaqlar deyir, ay müəllim, nə bilək ki, fərqi yadımıza düşmür. Burada zaten sən görsən ki, çox anormal rəqəmlər də. Yəni sən nə bunun məxrəcini bərabərləşdirə bilərsən, nə də sürətini. Eləyərsən, sənin həddən artıq çox vaxtın gedir, çox yorucu olar. Ona görə artıq sən hər zaman o fərqlərini də yoxlamağı unutmamalısın. 6-cı sual. 7-6 kəsirin kəsr hissəsi ilə mənfi 13,4 ədədin tam hissəsinin hasilini tapın. Deməli, müsbət ədədlərdə tam hissə elə qarşısındakı ədəd olurdu, vergülə qədər ki isə, yəni olacaq 7. Üstə gəlsin kəsr hissədə necə olacaq? 0,6. Daha doğrusu kəsr hissənin işarəsi mötərizəsi belədir. Mənfi ədədlərdə isə artıq 1 vahid artırırdıq mənfi. Tam hissəni soruşanda tam hissəni mənfi 1 vahid artırırdıq. Yəni olacaq mənfi 14. Üstə gəlinsin. Kəsr hissə isə olacaq 0,6. Yəni mənfi 14-dən 0,6-ını toplayanda həqiqətən mənfi 13 edir. Bu mənfi 13 keçdiyi üçün artıq 1 vahid böyük götürür tam hissəni, yəni mənfi 14. Kəsr hissə mütləq müsbət olmalıdır. Ona görə tam hissəni biz 1 vahid artırırıq. İndi biz baxaq görək bizdən nə istəyirdi? Deyir, kəsr hissəsi ilə bunun kəsr hissəsi oldu nə? 0,6, yəni 0,6-nı vuracam neçəyə? Bunun tam hissəsini, yəni mənfi 14-ə vuracam mənfi 14-ə. Bu da bərabərdir. 6-nı 14-ə vuranda normalda neçə eləyir? 84 da, bəli 84, bu da eləyəcək mənfi 84. İndi burada da 1 vergül sola çəksək, mənfi 8,4. Yəni D variantı olacaq. Birinci çalışın normal şəkildə vurun ədədləri, sonra vergülün sayı qədər sürüşdürün. 7-ci sual. Düzbucaqlığın enini 30% artır, uzunluğu 30% azalsa, düzbucaqlığın sayısı necə dəyişir? Bir dənə buradan düzbucaqlı götürürəm.
Tutaq düzbucaqlığın eni A-dır, uzunu B-dir. Sahəsini biz bilirik ki, n vur uzundur, yəni A vurulsun B-dir. İndi bizə deyir ki, nə? Düzbucaqlığın eninin uzunluğunu artır. 30% artıranda artıq olacaq 130%, yəni 1,3 A olacaq. Yəni bunu keçən dərsdə demişdim, yəqin ki, baxanlar sınaqda daha doğrusu izahını vermişdim. B də 100%-dir, ilkin qiymət 100% olur. 30% azaldanda olacaq 70%, olacaq nə? 0,7 B olacaq artıq. Onda sahəsi S bərabər olacaq 1,3 A vurulsun 0,7 B-yə. Onda buradan da sahəsini yazsaq S bərabər. Deməli, bir-birinə vuranda 13'ü 7'ye vuranda neçə edir? 70, 21 olacaq 91. 2 vergüldə çəkəndə 0,91 A vurulsun B-yə. Əvvəlcə S bərabər idi, neçə idi? AB idi da. Biz bunu neçə götürürük? 100% götürürük. Bu oldu endi neçəyə? 0,91-ə. Yəni 100-dən də çıxaram 91, yəni 91 faizini çıxsam, bu 100%-dir, bu 91% oldu da faizi çevirən. Çıxanda qalacaq neçə? 9%. 100 idi, oldu 91. Neynədir? Təbii ki, azaldı. Neçə faiz? 9%. Yəni siz burada neçə rəqəm alırsınızsa, əmsalda yekunda 100-dən və yaxud da 1,dan çıxmalısınız. Ondan sonra cavabı tapa bilərsiniz asanlıqla. 8-ci sual. BAC və CAD bucaqlarının tənbölənlərinin əmələ gətirdiyi bucağı tapın. Deməli, həmin bucağı burada çəkək. Bir dənə də buradan bucaq çəkək. İndi bura 66-dırsa tənböləni çəkəcəm. Bunu qırmızı ilə çəkək. Tənbölənləri bunu da qırmızı ilə çəkək. Bu hissəyə bərabərdir. Bu hissələr də bir-birinə. İndi ümumi 66-dırsa tənbölənin məqsədi nə idi? Bucağı yarıya bölmək. Onda olacaq nə? 33, 33. Burada 54 olacaq. 27, 27. İndi bunların arasında deyir əmələ gətirdiyi bucaq. Bax, bu iki tənbölən arasında qalan bucağı nəzərdə tutur. Yəni, bax, bu hissən. Olacaq 27 plus 33. Toplayanda da neçə eləyir? 60 dərəcə. Yəni 8-ə doğru cavab olacaq B variantı. Keçək 9-cu suala. Deməli, 9-cu sualdan maraqlı sualdır. Deyir, məxrəci 66 olan, buradan kəsr çəkirəm, altına yazıram 66. Düzgün kəsirlər. Düzgün deyirsə, mən artıq sürət, düzgün kəsirlər nə idi? Sürət məxrəcdən kiçik olmalıdır. Yəni, sürət 1,65 arasında dəyişməlidir. Yəni, 1,65-in özü də təbii ki, də daxildir. İndi deyir ki, neçəsi sonlu onluq kəsir şəklində göstərmək olar. Bunun qaydasını demişik. Məxrəc yalnız 2-nin vuruqları olmalıdır. Məxrəc yalnız 5-in vuruqlarından ibarət olmalıdır. Və məxrəc yalnız 2 və 5-in vuruqlarından ibarət olmalıdır. O zaman sonlu onluq kəsir şəklində göstərmək olar. İndi burada məxrəcdə sadələşdirək. 66 nə deməkdir? 11 vur 6-dır, 6 da 3 vur 2 deməkdir. Deməli, mən burada 2 vuruğunu saxlayıram. Qalan vuruqlar neçədir? 11 vur 3. Buna da yazıram 33. İndi deyir ki, sürət neçəsini sonlu onluq kəsir şəklində yazar. İndi sürətdə elə bir ədəd yazmalıyam mən burada. Bu 11 ilə 3 ixtisar geçsin. Yəni, ümumiyyətlə 33-ə tam bölünsün. 33 burada ixtisar geçsin ki, məxrəcdə yalnız 2 qalsın ki, mən onu sonlu onluq kəsir şəklində göstərə bilim. Yoxsa mən bura məsəl üçün 22 yazsam 11 ilə ixtisar gedər. Amma burada 3 qalacaq axı. 3-ü də ixtisar eləməliyəm. Deməli, onda komple baxıram da bir yerdə. 33 kimi baxıram. 3 vur 11-ə. Deməli, onda sürətə mən nə yazım ki, 33 ixtisar geçsin və 2 qalsın. Ancaq 33-ün vuruqları ola bilər də. 33K yazıram. Deməli, onda biz surətə 33 yaza bilərik, sonra 66 yaza bilərik, 99 yaza bilərik. İndi bizdə digər bir şərt nədir? Bizim aralığımız nədir? 1,65 aralığında deyək. Yəni, düzgün kəsir olması üçün 66-dan kiçik olmalıdır. Onda mən 33, 66, sonra 99, yəni 33-ün misilləri də. Onlardan yalnız bir dənə 33 yaza bilərəm. Həqiqətən 33 yazanda, burada 33-də 66, ixtisar gedəcək, məxrəcdə 2 qalacaq, burada 1. 2-də 1 də biz bilirik ki, 0,5-dir, yəni sonlu onluq kəsir. Yəni, burada bir dənə doğru cavab olacaq, bir dənə. Yəni, surətə 33 yazanda baş verir. 10-cu sual. Deyir ki, aşağıda verilənlərdə hansı qarşılıqlı tərs ədəd? Qarşılıqlı tərs ədədlər nədir? Məsəl üçün, A-dırsa olacaq nə? A-da 1, məsələn 5-dirsə olur 5-də 1 və yaxud da 7-də 2-dirsə olur 2-də 7 və yaxud da məsəl üçün 7-də 1-dirsə və yaxud da 6-da 1-dirsə tərsi 1-də 6, o da eləyir 6. Tərs ədədlər bunlar. Bəzən uşaqlar əksinə qarışır. İndi deyir, qarşılıqlı tərs ədəd. Birincisi, burada mənfidir, burada müsbətini verib. A variantı nağdı səhvdir 10-cu sualda. Üstünə xətt çəkirəm A variantını. B variantı əks ədədlərdir. C variantı 3-də 1-in əksi 1-də 3-də, o da 3 eləyir.
Aha, bu ola bilər. Bunu saxlayaq. Bəli, 9-da 3-ə bölündə 3 eləyir. 0,2 nə deməkdir? 5-də 1 deməkdir. Burada yəni işarələrinə görə dəyişiblər deyə bunları nağdı silməliyəm. Yəni ədədin tərsini yazanda onun işarəsi dəyişmir. Mənfidirsə mənfi qalmalıdır, müsbətsə müsbət qalmalıdır. Amma məsələn aynən D-də dəyişib, B-də dəyişib. Xeyr, onlar olmaz. Sonra 2-də 1-in tərsi 1-də 2, yəni 2 olacaq, 4 olmayacaq. Bəli, C variantı həqiqətən doğrudur. Niyə? Çünki 3-də 1-in tərsi nə eləyir? 1-də 3. Bu da zaten elə 3 deməkdir. 1-də 3 yazmaq biraz xoş deyil. Zaten 1-ə bölündə çünki 3-ün özü eləyir. Yəni 3-də 1-in tərsi olur 3. Deməli burada da verib 9-da 3. Zaten 9-da 3-ün də cavabı nə eləyir? 3. Deməli 1-də 3 ilə 9, 3-də 9-u tərs ədəd kimi, qarşılıqlı tərs ədəd kimi götürə bilərik. Yəni doğru cavab burada olacaq. 10-cu sualda C variantı. Zaten digər variantlara baxanda yenə C variantı büruzə verir özünü. 11-ci sual. Aha, bizdən emeğini soruşur. Nisbətlər gördünüzsə uşaqlar birbaşa olaraq yanına K yazın. Bu 2K olacaq, bu 3K. Yəni M-imizə 2K deyəcəyik, N-imizə isə 3K deyəcəyik. Nisbət olanda hər zaman yanına K yazın. Aparıb verilənlərdə yerinə yazın. Onda olacaq əbob 2K, 3K. Sonra üstə gəlsin əkob. Burada da 2K, 3K-ya bərabər 42. Bizim qaydamız vardı. Ortaq vurğu qarşıya çıxarda bilərdik. Onda burada ortaq vurğu K-dır. K-nı qarşıya çıxardıram. Olacaq K vurulsun əbob. 2 və 3 qalır burada. Üstə gəlsin. Buradan da K-nı çıxardıram. Olacaq K vurulsun əkob. 2 ilə yenə 3. Bərabərdir 42. İndi 2 ilə 3 ardıcıl ədədlərdir və zaten buradan bəllidir ki, qarşılıqlı sadədir. Qarşılıqlı sadədlərin əbobu nəyə bərabərdir? 1-ə. Onda K-nı 1-ə vuranda elə olacaq K, üstə gəlsin. Burada da qarşılıqlı sadədlərin əkobu onların hasilidir. Yəni 2 vur 3. Bu da eləyəcək 6. K-nı vuracaq neçəyə? 6-ya. Olacaq 6K. Bərabər eləyəcək 42. Buradan da cəmliyəndə olacaq 7K bərabər 42-yə. K da bərabər olacaq 42-ni 7-yə böləndə düşür 6. Deməli, K-mız 6 oldu. Onda burada yerinə yazsaq 2 dəfə 6 eləyəcək. 12, 3 dəfə 6 eləyəcək. K-nın qiyməti yerinə yazıq da 18. Bizdən də M vurulsun N plus M-ni soruşur. Onda olacaq nə? 12 vurulsun 18, üstə gələk 12 plus 18. Bu da bərabərdir. 12, 18-ə vuraq. Eləyəcək 216, 12, 18, 30 eləyir. Toplayanda da 246. Varmı belə cavab? Bəli, C variantını. Keçək 12-ci suala. 12-ci sual. Deyir, kvadratın tərəfinin eni faiz azalsalar sahəsi necə dəyişər? Ümumiyyətlə, kvadratın sahəsini necə hesablayırıq biz? Kvadrata oxşamadı. Tutaq ki, tərəfi adsa bütün tərəflər bərabərdir. S bərabər olur nəyə? A kvadrat. Deməli, biz S bərabər A kvadratını nə götürəcəyik? 100% götürəcəyik. Bu ilkin qiyməti. Hər zaman ilkin qiyməti 100% götürür. İndi bizə deyir, nə? Tərəfini 20% azalt. Normalda 100%dir. 20% azaldanda 80, o da eləyəcək nə? 0,8A. Burada olacaq 0,8A-ya. Onda S bərabər olacaq 0,8-in kvadratı bir-birinə vuranda neçə eləyəcək en uzun? 0,64A kvadrat. İndi əvvəlcə A kvadratı idi, indi oldu nə? 0,64. Onda çıxanda A kvadratına 0,64, yəni 1 tamdan 100-dən də çıxa bilərsiniz, 1 tamdan da çıxa bilərsiniz. Qalacaq 0,36. Bunu da faizə çevirəndə 100-ə vururuq, eləyəcək 36% azalar. Yəni doğru cavab olacaq C variantı. Sonra 13-cü sual. Deyir, B olarsa cəmini B ilə ifadə eləyin. Bu tipli misallarda nə edirsiniz? Ən yaxşı üsul 11-də 3, üstə gəlsin 13-də 5, üstə gəlsin 15-də 7. Bərabərdir B variantı. B variantı nə idi? Bərabərdir B-yə. Buradan da deməli 11-də 2-dir, üstə gəlsin 13-də 2-dir, bir də üstə gəlsin 15-də 2-dir. Bərabərdir. Buna da bir T ilə işarə edin və yaxud da X ilə işarə edin. Fərq eləməz. Bu cəmədə bir T deyin. Və burada fikir versəz, görərsiniz ki, 11-də 3 ilə nəyi toplasaz, məsələn 11-də 11 eləyər, yəni bir tam eləyər. Məsəl üçün 11-də 8-i. Sonra 13-də 5 ilə nəyi toplasaz, 13-də 13 eləyər, 13-də 8-i. Sonra 15-də 8 ilə 15-də 7-ni toplasaz nə eləyər? Yəni burada sürətlərdə nə olsa tamamlanar, yəni 1-ə tamamlanar 8. Onda mən bunun sürəti hər biri 2-dir. 4-ə vura bilərəmmi? Bəli. Hər bir kəsrin sürət və məxrəcini eyni bir ədədə vura bilərik. Və yaxud da kəsrin, daha doğrusu tənliyin hər tərəfini eyni bir ədədə vura bilərəm. Bu daha doğrudur. Bu tərəfdə 4-ə vururam. Bunların da hər birini 4-ə vururam. Onda olacaq 11-də 8, üstə gəlsin 13-də 8, üstə gəlsin 15-də 8-ə. Bərabər 4-ü T-yə vuranda olacaq 4T. İndi mən birinci ifadəmlə mənə verilən ifadəni
İkincini toplayıram bu aldığımı. 11-də 3 ilə 11-də 8-i toplayanda 11-də 11 eləyəcək 1 tam. Üstə gəlsin 11-də 13 ilə 11-də 8-i toplayanda 13-də 13 eləyəcək yenə 1 tam. 15-də 8 ilə 15-də 7-ni toplayanda yenə eləyəcək 15-də 15 eləyəcək. Bu da 1 tam. Bərabər sağ tərəflərdə B ilə də 4T-ni toplayıram. Olacaq 4T üstə gəlsin B. Yekun mən bu qiyməti aldım. İndi mənə nəyi tapmaq lazım idi? Bu T-ni tapmalıydım da. Düz deyil. Burada bax işarələdim. Bax bu T-ni tapmalıydım. İndi buradan T-ni tapanda olacaq 3 bərabərdir 4T plus B-yə. B-ni keçirdirəm digər tərəfə. Olacaq 4T bərabərdir 3 çıxılsın B. Buradan da T-ni tapanda neçəyə bölməliyəm? Hər tərəfi 4-ə bölməliyim. T-də bərabər olacaq 3 çıxılsın B bölünsün 4. Doğru cavab olacaq 13-cü sualda C variantı. Yəni ən əsas sizə verilən ifadəni nə ilənsə işarələyib sonradan tapmaqdır. 14-cü sual nə deyir? Deyir ki, mənfi ədədi göstərin. Uşaqlar, sizə bir dənə qəşəng qayda deyəcəm 14-cü sualda. Uşaqlar nə edirlər? Nə də səhv edirlər? Durub, məsəl üçün A variantına baxaq, elə konkret misal üstündə baxaq. Bax, məsəl üçün belə edirlər. Kök altda 3 çıxılsın 1 deyil, hə? İndi deyirlər ki, müəllim, kök altda 3-dən 1 tam neçəsə çıxır təqribən. Məsələn, 1 tam onda 3 çıxır. 1 tam onda 8 çıxır, yoxsa da hər neçəsə də təqribən deyirik də. 1 tam onda 9 olsun. Məsələn, bu çıxır, bundan da 1 çıxan da qarşı 0,9 müsbət. Xeyr, belə eləməyin, qətiyyən. Bu bəzi nümunələrdə səhvən yol verir. Çünki orada sən dəqiqliyi ilə hesablaya bilmirsən deyə, artıq burada yüksək dəqiqlik olmalıdır ki, hansı böyükdür, hansı kiçikdir, onu sən dəqiq biləsən. Deməli, onda nə edirsən? Sən kök altda 3-ü, ümumiyyətlə kök altında nə veribsə, onu olduğu kimi saxlayırsan, digər ədədi kökün altına salırsan. Nədən 1 çıxır? Kökün altında nədən 1 çıxır? Yəni hesabı kökü neçədir? Elə 1-dən 1 çıxacaq da. Biz bilirik ki, kök altda 3 də kök altda 1-dən böyük olduğu üçün böyük ədəddən kiçik ədədi çıxanda nə olacaq? Müsbət olacaq. Yəni böyük olacaq 0-dan. Yəni bu işarəsi oldu müsbət. Keçirəm. Bizdən mənfini istəyir. Keçirəm B-ni yoxlayıram. 2 çıxılsın kök altında 2-dir. Bu da bərabərdir. 2-dən nədən kök altında kök altı neçədən 2 çıxar? Dilim dolaşdı. Kök altda 4-dən 2 çıxacaq. Çıxılsın, burada da kök altda 2 var. Kök altda 4 böyük olar. Kök altda 2 təbii ki də kök altda 4-də. Böyükdən də kiçik çıxanda nə olacaq? 0-dan böyük olacaq. Yəni bunun da işarəsi olacaq müsbət. Keçək C variantına. Kök altında 5 çıxılsın 3-dür. Bunu yazıram kök altda 5 olduğu kimi qarşı çıxılsın. Nədən kök altında kök altında neçədən 3 çıxar? Təbii ki, kök altda 9-dan. Aha, kök altda 5 böyükdür, yoxsa kök altda 9? Təbii ki də kök altda 5 böyükdür. Ona görə deməli kiçisinə deməliyimi? Təbii ki də kök altda 9 böyükdür. Deməli kiçik ədəddən böyük ədəd çıxanda mənfi eləyəcək. Yəni 0-dan kiçik olacaq. Deməli burada da doğru cavab olacaq 14-də C variantı. Keçək 15-ci suala. Deyir, yalnız B çoxluğuna aid olan ədədləri seçin. Deməli 15-ci sualda biz açıq-aydın görürük ki, B çoxluğu nəyin içindədir? A çoxluğun içindədir. Deməli, onda mən deyirəm ki, B alt çoxluqdur A-ya. Yəni B-nin bütün elementləri A çoxluğunda iştirak edir. İndi deyir, yalnız B çoxluğuna aid olsun. Yalnız B çoxluğuna aid olan element yoxdur. Uşaqlar, necə ola bilər? B-nin opsiyo hamısı, bütün elementlər A-ya daxildirsə, B-nin A-da olmayan elementi ola bilər, yəni yalnız B-yə daxil olan element ola bilər. Xeyr, B-yə daxil olan nə ki element var, hamısı A-ya da daxildir. Çünki A kvadratın içərisindədir. Yəni B A-nın alt çoxluğu. Ona görə yalnız B-yə daxil olan çoxluq yoxdur. Element daha doğrusu yoxdur. Deməli, yəni burada deyə bilərdik ki, məsəl üçün B çoxluğuna aid olan ədədləri və yaxud da elementləri göstər. Bəli, 4-dən 2-dir. Amma yalnız B çoxluğuna aid olan, xeyr, belə bir ədəd yoxdur. Deməli, doğru cavab olacaq D variantı. 16-cı sual, 1000 dəfə demişik. Uyğun tərəfləri paralel və perpendikulyar olan bucaqlarda qaydalar eynidir. İstər paralel olsun, istər perpendikulyar. Bunu 1000 dəfə deyirəm, amma uşaqlar yenə deyir ki, paralel olanda necə olur? Perpendikulyar. Ay uşaqların hamısında eynidir də bunu. Bir yoluq yadınızda saxlayın. Hər ikisi iti olarsa bərabər olacaq. Hər ikisi kör olarsa bərabər olacaq. Yox, biri iti bucaq, digəri kör bucaq olarsa, bunu da belə çəkək. Onda bunların cəmi verməlidir bizə 180 dərəcə. Burada görürük ki, hər biri nədir? İti bucaqdır da. Onda nə edəcək? Bunları toplayıb 180. Yox, hər ikisi iti bucaqdır. Hər ikisi iti bucaq onda bərabər olur. Onda bunlar bir-birinə bərabər götürəcək. Bərabərdir.
2x plus 25, 2x keçsə 3x-dən 2x çıxanda qalacaq x bərabər 25. Bizdən elə x-i soruşur. X oldu neçə? 25 oldu. Aha. 16-cı sual keçək 17-ci suala. 17. Deməli, deyir, -7, 17 aralığında neçə tam ədəd var? Neçə tam ədəd var? Deməli, -17, 7 aralığında. Deməli, yazırıq -7-dən biz gələcəyik 0-a qədər. Daha doğrusu belə yazıq, -1-ə qədər. Sonra 0, sonra 1-dən də gedəcəyik 17-yə qədər. İndi bizdə bu aralıqda deyildi, bu mötərizələr nədir? Yəni, -7 də daxil deyil, 17 də daxil deyil. Belə mötərizə olsaydı, bəli, kvadrat mötərizə olsaydı, bəli, daxil olardı. Amma biz -7 ilə 17-nin özünü götürməyəcəyik. Aydındır, bunların özünü götürməyəcəyik. Onda -1-dən -6-ya qədər hesablayacağım. -6-nın özü daxil olmaqla 6 dənə tam ədədim olacaq. 0-ın özünü də götürürəm. Bəzən 0 götürmək yaddan çıxır. Ona görə burada 0-a ayrıca yazdım. Bir də 1-dən də 17-nin özü daxil deyil. Yəni 16-ya qədər elə 16 dənə də ədədim burada olacaq. Toplayıram 1 üstə gəlsin, 6 üstə gəlsin, 16. Bu da neçə eləyir? 23. Yəni doğru cavabımız olacaq 23. Bax 0-ı götürməyi unutmayın ha. Bəzən tələbələr yaddan çıxardır. Bir də burada bu aralıq deyirsə, bu mötərizələr onu göstərir ki, bunlar daxil deyil. Kvadrat olarsa daxil olardı. Diqqətli olun. Bax xırda nüanslar can qurtarır. Onları da bilmək lazım. Və o xırda nüansları dərs əsnasında öyrənmək olmur. Yəni, müəllim nə qədər də desə də uşaqların yadından çıxır və yaxud da onun dərs izahında artıq bu xırda detallar o qədər çoxdur ki, yəni hamısını bir dərsə cəmləmək olmur. Ona görə artıq biz sınavların sayəsində, testlərin sayəsində bax bu xırda detalları öyrənirik. Verilmiş qrafikdə deyir, şəkərin qatılılıq faizini tapın, yəni şəkərin faizini tapın. Bizim düsturumuz nə idi? Duz bölünsün nə? Məhlul. Məhlul. 1000 dəfə yazmışıq, 1001-ci dəfədə yazacağıq, öyrənməliyik. Burada duz da ola bilər, şəkər də ola bilər. Bəzən uşaqlar deyir, müəllim, bura duz yazmışsınız, orada şəkərdə nə fərq var? Eyni şeydir də. Spirt də ola bilər, eyni şey. Deməli, yəni qatqı nədirsə onu yazırıq da. Deyir, verilmiş qrafikdə şəkərin qatlığı. İndi şəkər nə qədərdir? 64 yazıram. 34. Mən niyə 64 oldu? 34 bölünsün. Ümumi məhlula böləcəyik. Deməli, ümumi məhlulun burada verilib 68 yazıram bura 68. Vurmalıyam nəyə? 100-ə. Burada elə 34-dən 68 ixtisar gedir. 2, 1 qalır. 100-də 2-də 1-ə böləndə, vuranda daha doğrusu, ixtisar gedir, qalacaq 50. Yəni, daha doğrusu 50%. Zaten belə baxanda da 34-68-in yarısıdır da 50%. 19-cu sual deyir, AOB açıq bucaq, yəni açıq bucaq necə dərəcə olur? 180 dərəcə. Deməli, deyir, alfa plus beta cəmini tapın. Açıq bucaqca hamısının cəmi bizə nə verməlidir burada? 180 dərəcə. Bu bucaqların hamısının cəmi bizə verəcək 180. Onda yazıram beta üstə gəlsin, alfa üstə gəlsin, 45 üstə gəlsin, beta üstə gəlsin, 35 üstə gəlsin, alfa bərabər 180. Nəfəsim kəsildi. Beta, beta, alfa, alfa. 2 alfa üstə gəlsin, 2 beta, 45, 35 cəmi neçə eləyir? 80 dərəcə, digər tərəfə də keçirdəndə 180-dən 80 çıxanda qalacaq 100 dərəcə. Hər tərəfdə 2-yə bölərik, alfa plus beta bərabər qalar 50 dərəcəyə. Bizdən də alfa plus betanı soruşur, oldu 50 dərəcə. Keçək 20-ci suala. Deyir, 1-də 4 ədənin tərsi ilə əksinin cəmini tapın. 1,4-də 3, bunu düzgün olmayan kəsə çevirək. 1 dəfə 4, 4, üstünə də 3 gəlində qalır, eləcək 4-də 7. Deməli, 1,4-də 3, 4-də 7 deməkdə. İndi 4-də 7-nin tərsi ilə, bunun tərsi nə olacaq? 7-də 4. Deyir, bunun tərsi ilə bunun əksi. Bunun əksi neçə olacaq? -4-də 7-nin. Deyir, cəmini tapın. Bunun üstünə gələcək -4-də 7. Bu da eləyəcək, elə zaten 7-də 4 çıx, 4-də 7 eləyir də. Mötərizəni açanlar. Buradan da ortaq məxrəc eləsək, bu olacaq 28-də 28, 16 çıxılsın 49. Bu da bərabər olacaq 28-də -33 eləyir də. 28. Bu da eləyəcək -1,28-də 5 eləyir. Bəli, doğru cavab olacaq -1,28-də 5. Biraz qəribə cavab oldu, heç olmaz. 21-ci sual. Deyir, 293 ədədindən kiçik natural ədədlər içərisində neçəsi 6-ya bölünür, 5-ə bölünmür. Deməli, uşaqlar, bu tipli sualdan deyəsən birini işləmişik əvvəlki sınavda, bir dənə də var. Bunun qaydası necə idi? Deməli, ilk dediyi üçün, yəni 1-dən 293-ə qədər dediyi üçün,
1-dən 93-ə qədər dediyi üçün. Biz elə həmin ədədi 6-ya bölürdük. İndi 293-ü 6-ya böləndə necə düşəcək? 293-ü. Təbii ki, əslində 293-dən kiçik ədəd 6-ya tam bölünən ədəd tapmalıyıq. Bu biraz çətin ola bilər. Ona görə elə bu ədədin özünü, yəni 1-dən 293-ə dediyi üçün bu qaydanı tətbiq edirik. Böləcəyik 6-ya necə düşür? 48 tam onda neçəsə düşür? Yəni bizə tam hissə lazımdır. 48. Götürürəm. Deməli 1-dən 293-ə qədər neçə dənə 6-ya bölünən ədəd var? 48-ə. İndi deyir 6-ya bölünsün, amma 5-ə bölünməsin. 6-ya və 5-ə bölünən ədədləri mən tapmalıyam. 6-ya və 5-ə bölünən ədəd elə zaten 30-a bölünən ədədlər olacaq da 6 ilə 5-ə bölünsə deməli 30-a bölünür. Bir də 101-dən 293-ə 30-a bölünən neçə ədəd var onu tapmalıyım. 293-ü bu səfər böləcəm nəyə? 30-a. Bu 9-a vuranda 270 eləyir də. Bu olacaq, onda 9 tam, onda neçə? Tam hissəsi yəni neçə olacaq? 9. Deməli, birdən 293-ə qədər 30-a bölünən neçə ədəd var? 9 dənə. Niyə biz bunları götürdük? Çünki biz artıq bunları silməliyik, çıxmalıyıq. Niyə? Çünki 6-ya bölünən ədəd 30-a bölünən ədəd 6-ya bölünür, düzdür. Bizim şərtimizi ödəyir, amma eyni zamanda da 5-ə də bölünür. Deyir 6-ya bölünsün, amma 5-ə bölünməsin. Onda deməli, mən bu sayı çıxmalıyam. 48-dən çıxacam 9, qalacaq 39. Yəni doğru cavab olacaq 39. Sonra 22-ci sual. Deyir, surəti 1-ə bərabər olan adi kəsirlərlə alikvot adi kəsirlər deyilir. Deməli, 42-də A kəsirdə deyir, düzgün kəsirdir. Yəni biz onda A-nın yerinə elə qiymət yazmalıyıq ki, burada 42 ilə ixtisar gedəndə burada yuxarıda nə qalsın? 1 qalsın. Onda mən A bölünsün 42-də birinci A-nın yerinə yazaram 1. Olacaq 42-də 1. Düzdür, buradan yazıram 42-də 1. Bu alikvotdur. Yəni sürətdə nə qalmalı? 1 qalmalı. Sonra A-nın yerinə yazsam 2. Olacaq 42-də 2. Bu da 2-yə ixtisar gedir. Qalacaq nə? 21-də 1. Bunda sürətində 1 qaldı. Bu da olacaq alikvot. Sonra yəni 42-nin bölənlərini yazmalıyım da, belə desək. 3 yazsam yenə ixtisar gedəcək. Qalacaq bu səfər 14-də 1. Bu da ödəyəcək. Sonra 4 yaza bilmərəm, 5 yox. 6 ilə sonra 7 yaza bilərəm. Yəni ixtisar gedəcək. 6-da 1, 7-də 1 qalır. Sonra 14 yaza bilərəm. Bir də 42-nin böləni 21 yaza bilərəm. Bir də 42-nin özünü yaza bilərəmmi? Xeyr. Çünki nə olmalıdır? Düzgün kəsir olmalıdır. Burada deyir ki, bu qiymət düzgün. Yəni 42-də 42 düzgün olmayanda. Deməli, oldu hansı qiymətlər? 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə qiymət. 23-də doğru cavab olacaq. 7. 23-cü sual. Buradan yazıram 23. Deyir, saat 14:45-dir. Saat əqrəbi ilə dəqiqə ilə asan qalan bucaq neçə dərəcə? Bizim düsturumuz var idi. Olacaq 11 D çıxılsın 60 S bölünsün 2-yə. Onda olacaq dəqiqə, olacaq 11 vurulsun 45 çıxılsın 60 vurulsun. Yazıram 60 vur 14. Bu da eləyəcək 495 çıxılsın 64, 60, 84, 840 eləyir də. Bunda çıxanda neçə qalır? 840-dan 64, 345. 345. Bunda böləcək nəyə? Məxrəcdə 2 var idi. 2-yə də böləcək. Bu da eləyəcək 172 tam onda 5. 172 tam onda 5 dərəcə. Sonra keçək o 24-cü suala. Deməli, yazıram buradan 24. Düsturunu yazıram, bir də düstur sualını yazacağam. Deməli, NA birləşir B bərabərdir. NA üstə gəlsin NB çıxılsın NA kəsir B-yə. Bunun düsturu budur. Yəqin ki, bilirsiniz. Onu biraz yaxşı yazaq. NA birləşir, NA kəsir NB-yə çıxırıq. İndi burada düsturda qiymətləri yerinə yazıb hazırca hesablaya bilərsiniz. Birincisi olacaq 27 bərabərdir. NA 2M plus 4-dür. NB də 3M plus 2-dir. Bundan da çıxacam nəyə? Kəsirməsin. Yəni M plus 3-dür. Mötərizələrin açısında birbaşa mənfi olur da, mənfisini yazır. Buradan da toplayanda 2M, 3M eləyir 5M, M də çıxanda 5M-dən qalacaq 4M, üstə gəlinsin. Burada 2 ilə 4-ü toplayanda 6, 6-dan da 3 çıxanda qalacaq 3, bərabərdir 27-yə. Buradan olacaq 4M bərabərdir 27-dən 3 çıxanda qalacaq 24, M də bərabər olacaq 6-ya. Yəni M oldu 6. M 6-dırsa, indi A çoxluğu olacaq NA bərabərdir 2M plus 4-ü də. 2 dəfə 6,
eləyəcək 12, üstünə 4 gələndə eləyəcək 16. NB-ni də tapaq. Daha doğrusu kəsişməsini tapaq. A kəsişir B-ni tapaq. Bu da bərabər olacaq nəyə? M plus 3, yəni 6 plus 3, bu da eləyəcək 9. İndi A fərq B, yəni yalnız A-ya daxil olanlar, onda 16-dan da çıxacam 9, bərabər qalacaq 7-yə, yəni doğru cavab olacaq 7. Və yaxşı, düstursuz necə eləyərəm ay müəllim? Onda Euler-Venn diaqramını çəkirsən yenə. Bura tutaq ki, A-dır, bura B-dir. Kəsişməsi, indi A çoxluğu 2M plus 4-dür da, 2M plus 4. Kəsişməsi neçədir? M plus 3. Kəsişməyə birinci yazıram demişdik də. M plus 3. Onda bura neçə qalır? Ümumilikdə A çoxluğu 2M plus 4-dür. Kəsişməsi M plus 3 isə, onda 2M plus 4-dən M plus 3-ü çıxaram. Onda qalacaq burada da M üstə gələk 1. Sonra gəlirəm buradan. B çoxluğu ümumilikdə neçədir? 3M plus 2-dir. Onda ondan kəsişməni çıxaram, bura yalnız qalar da. 3M plus 2-dən də çıxacam, M plus 3-ü. Qalacaq 3M-dən M çıxanda 2M, 2-dən də 3 çıxanda qalacaq çıx 1. Bu da oldu belə. Yəni biz necə deyirdik? Məsələn, A çoxluğu 19-dursa, kəsişməsi 5-dirsə, onda 5 buradadırsa 14 burada olur. Bu da eyni şeydir. İndi bizə də deyib birləşmə neçədir? Hər üçünün cəmi 27-dir. Onda bu hissəni və bu hissəni hər üç hissəni toplayıram. M plus 1, üstə gəlsin M plus 3, üstə gəlsin 2M minus 1. Bərabər olmalıdır 27-yə. Düstursuz da belə yaza bilərsiniz. Birlər islah olacaq. Daha doğrusu burada 2M'dir. Burada toplayanda olacaq 4M bərabərdir. Bu da 3-dür. 27-dən 3 çıxanda 24. Yenə M bərabərdir 6-ya. Aparıb yerinə qoyanda olacaq 6 plus 1, yəni 7 eləyəcək. Burada 9 eləyəcək. Burada da eləyəcək 11. Bizdə də yalnız A-nı soruşur, A fərq B, yəni A-nı B-də olmayanlar bu hissə. O da yenə 7 çıxır cavab. Fərq yoxdur, ürəyiniz hansına istəyirsiniz, yazın. Deyir, ifadəsinin qiymətini tapın. Deməli, biz ilk öncə modul içərisindəki işarələrə baxmalıyıq. Yaxınlaşdıram. Modulu hesablamırsınız, sadəcə işarəsinə baxırsınız, uşaqlar. Deməli, burada 2 çıxılsın, 3-də kök altında 7-dir. Birincisi 2 çıxılsın, 3-də kök altında 7. Burada zaten heç hesablamağa ehtiyac yoxdur. Kök altında 7-dən çıxır 2 tam onda neçəsə, məsələn tutaq ki olsun 2 tam onda 3. Bunu da 3-ə böləndə lap kiçik ədəd olur da. Yəni 2-dən kiçik ədəd verir. Onda deməli bu 2-dən kiçikdirsə bu ifadə, yəni böyükdən kiçik çıxanda nə olacaq? Müsbət olacaq. Burada da zaten toplamadır, bu da müsbət olacaq. Hər iki ifadənin modul daxili işarəsinə olduğu ifadənin müsbət. Müsbət olarsa nə edirdik? Özünə olduğu kimi çıxardırıq. Yəni 2 çıxılsın 3-də kök altında 7, üstə gəlsin 3-də kök altında 7 plus 1. Bu da bərabər. Bunlar əks ədədlərdir, 0 olacaq. 2 ilə də 1 toplayanda eləyəcək 3. Yəni doğru cavabımız bizdə olacaq 3. Bu da belə. Sonuncu sualında izahını verdik. İnşallah növbəti dərslərdə mövzu sınav 7-ni izah eləyəcəyik. Sağ olun, özünüzə yaxşı baxın. Hər hansısa bir fikriniz olsa yorumlarda qeyd etməyi unutmayın. Sağ olun.